izin verildi ki Kürtlər 2 dəfə Batı Azərbaycanda proqram getirsinlər. Yəni siz deyirsiniz ki, Kürtlər alət dəstə rejim olubdular, düzdür? Müəyyən təbii rejim Tehran Fars hakimiyyəti əsas məsələsi İranda türklərdir. Fars hakimiyyətin qorxusu... Deyir, o keçəl baxar güzgüyə adın qoyar özgüyə, indi öz adlarını bizə qoyurlar da. Təbii. Vaqiyyət budur ki, İran, Suriyə, Əraq, nə bilim, Libiya, o bu şəhər deyil, bölgə deyil. İranda 40%'dan çox türk vardı. O da nə türk? Bir türk vardı ki, asimli olmuş bir quşada qalıb, heç vaxt dövlət üzü görməyibdi. Bir də bir türk vardı ki, dövlətçilik ənənəsini azı 1000 ildən çox əlində saxlayıbdı. Və İranı qəş tanır, imparatorluq da azı keçirdi. Çox zəngin bir dövlətçilik şuuruna malikdir. Dili, varlığı, eyni halda həmin bir millət böyük Türk dünyasının bir parçası olaraq bunun bir kiçik bölümü Şimali Azərbaycan, Kuzey Azərbaycanda dövlət qurub 30 ilin içində baxın gör nə qədər irəli gedibdir. Həmin dövlət ki, qısa zaman içində Erməniləri dallandı, o qədər böyük güclər olaraq hamısını vurdu, atdı önü topaqlarını işğaldan azad etdi. Həmin türklər ki, böyük parçası da Türkiyədə, indi dünyada, bölgəsel güc olaraq indi yavaş-yavaş dünyada söz sahibi olmağa başlayır. Demək ki, Azərbaycan türkləri bu türklərin bir bölümüdür. Ona görə bunlarla əsas indi təzad, Farsların təzaddıdır ki, İranda nə olacaq? Və buradadır ki, Kürt, Ərəb, Baluş, bu birisi millətlər bunu hesab kitab eləməlidir ki, hansı gücün yanında olmaq mənfəətlər nədir? Bizlə etilaf yaratsalar, qazanarlar, rəqibimizlə Farsla etilaf yaratsalar, zərər edərlər. Biz bunu çalışdıq illər, bu Kürdün siyasi təşkilatlarına ki, urumunu heç olmasa özlərinə paytaxt bilmirlər, Ustan Urumiyə demirlər, çalışdıq bunları hal elətdirək. Əli bəy, alınmadı. Biz əl uzatdıq, amma onlar düşünmədi və düşünməməzlikləri ilə göstərdi ki, bunlar doğrudan elə bir çalanın içine giriblər, elə bir dünyanın içine yaşırlar. Fikirlər ki, bu zülmü elə İranda Fars rejimi eləyəndə sanki türklər elirlər. Çünki düşünür ki, Xamenei türkdür. Baba, Xamene'nin harası türkdür? Xamene'de türklük olsaydı, Farsın qulluqçusu olmaz idi ki. Əgər hakimiyyətdə müəyyən unsurlar vardı türk, hətta belə Pizişyan vardı, amma bu hakimiyyətin aparıcı xətti Farslıq xəttidir, Şiəsilik xəttidir. Bu bizim millətə nə gətiribdir? O da bizim indi aparıcı mədənlərimiz, Ağdərəsi, Zərəşuranı, Zərəşuranla Ağdərənin qızılları, Süngün Misirin qızılları, mədəni Misir. Bunlar axır gedir Fars bölümlərinə. Əli bəy, 2 həftə Misir Süngünlə bizim demək ki, Azərbaycanın 4 əyalətinin bütçəsindən çoxdur. 2 həftəsi. Aylar gedir, ilin bütünlüyü gedir Farslara. Bu nə hükümətdir? Niyə Kürtlər bizim bu qədər məzlum olmaqlığımızı görmürlər? Dilimiz əzilibdir. 40 milyon olaraq heç haqqa malik deyilik. Amma özlərinə olan zülmü bizdən görürlər. Onun üçün gözləmişlər bizim torpağa. Demək, düşməni itiriblər. Düşməni itirsə, ona buna maş olar. Ona buna maş olanda, necə ki, indi bu 100 ilin içində heç vaxt bir şey sahibi olmayıblar. Çünki maşa sahibi zamanında treşiyen odur Suriye'də. Demək ki, indi 2014'ten bu yana fikirlidirlər ki, məntəqəni alıblar əllərinə 10 ildir, 33% Suriyelilərində, Amerika dallarında. Amma birdən gözlərini açıqlara görə ki, Amerika gedir, silahlarını yerə qoymalıdırlar və Suriye'nin hakimiyyətin bir bölümü olmalıdırlar. Baxın, niyə düşünmədilər ki, baba, bu 33 ildə əgər cəmaatın ürəyini alsaydılar, orada olan ərəblərin, türkmənlərlə yoxunlaşsaydılar, mənəvi bağlasaydılar, indi daha həqləri çox olardı. Ta silah alıb əllərini onları torpaqlarından eşya atacaq ki, biz burada dövlət qururuq. Aynı şey Urumiyədə düşünürdülər. Aynı şey Quşaçayda, Tükantəpədə, Xoyda, Salmasda, Sulduzda, Savcabulaqda, Bəykəndində düşünürlər. Bunlar düşünürlər ki, biz unutmuşuq ki, Sinandaş
Türk'ün torpağıdır. Biz bunları heç unutmamışıq. Bunlar bizim tarixi torpaqlarımızdır. Biz iddia etmirdik. Deyirdik ki, insan haqları əsasında Kürdistanı sizin bölgəniz olsun, oturun o da dövlətinizi qurun. Amma bunlar düşünmədilər məsələn. Dedilər, yox, Kürdistanın adı sənədir. Tək sənə yox, bəlkə Batı Azərbaycan, bəlkə Kirmanşah, bəlkə İran, bəlkə hətta Loğistan, hələ şeyin oğlu Simitqonun nəvəsi gəlib deyir ki, hələ bu 5 dənə hara Həmədanla Qəzvin də bizimkidir. Baxın, Həmədanla, Qəzvinlə, İranla, Loğistanda bunların heç hamısı 1% Kürdi yoxdur. 1%. Niyə deyirlər? Çünki baxınca ki, Qəzvində məsələn biz 60%, 40% fas var filan var. Deyir, hə, bunu götürə bilirəm. Həmədanda görür ki, biz 60%, deyir, hə, burada məsələn bir başqa millətlər var. Mən buraya da bir hücum çəkib bunu da götürə bilirəm. Log baxınca ki, hələ mənliyə o qədər gəlməyib. O da deyir, mən 1% Kürdüm var, oranı da götürə bilirəm. Yəni ərəbə də qarşı gedir. İlama da ucq edilir. Kirmanşahın özündə başqa millətlər var. Sünnişiyə şəhərdir. Oraya da mətrəh edir. Yəni, hazır deyək ki, deyə, Ustanı Kürdistan mənim torpağımdır. Adın qoyur sənə, hələ keçmişdə də Ərdalan idi, sənə də deyir. Adın qoyur sənə, sonra bu bizi 5 əyalətdə qatır bir-birinə, deyir, indi oldu Kürdistan. Bəs onda bu Azərbaycan türklərinin çoxluğu nə edəcək? Azərbaycan tarixi torpaqlarından, indiki torpaqlarından vazgeçəcək, verəcəkdir sizə. Nə var ki, sizin dalınızda fikir edirsiniz ki, böyük bir güc var, bilərsə bir neçə 100 dənə Klashenkov verəcək. Əli bəy, bir dənə Erdoğan cənablarının şeiri ilə, Araz məsələsi ilə İran dəydi bir-birinə. Bu dəfə də Erdoğan cənabları gördü ki, Urmuda bu sel gedir və İran rejimi Kürt kartı ilə Türkiyəyə meydan oxumaqdadır. Bir dənə söz deyəcəyini Fars rejimi dəydi bir-birinə. Gəldi, dedi ki, indi Hələbdən Təbrizə. Baxın, bir dənə Hələbdən Təbrizə ki, bu Türklərin mənəvi şəhidləri bir-birinin yanında Çanaqqalədə yatıblar və Hələbdən Çələbə, Qəzzədən Suriyəyə bu sözü deməkliğinin İran Fars şuvinisti dəydi bir-birinə. Bu göstərir ki, Azərbaycan Türkləri yox tək bu cür güclüdür özləri say baxımından, bunların dalında Türkiyə təşkil dövlət var. Azərbaycan Cumhuriyyəti kimi böyük güc var. Azərbaycan Cumhuriyyətinin indi Bakı TV-si, televizyonları, ruznamələr başlayıb da umudan danışırlar. Bu elə olubdur ki, məcbur qalırlar, dediyim kimi, başqa ideolojilər, o cümlədən xalq mücahiddə başlayıblar, Urmu gölünü təzə düşünüblər, oturub bənəmə tökürlər. Niyə? Güc görsənib. Urmu məsələsi çoxlu şeylər vuracaq bir-birinə, Əli bəy. Çoxlu ideolojiləri, istisaslar vuracaq bir-birinə. Siz zatdan danışdınız ki, nə mənədir? Biz qardaşıq. Biz Türkiyə ilə qardaşıq. Biz Azərbaycan bizim özümüzdür. Bizim millətin bir tikkəsidir. Biz tarix boyu